Şimdi 10 haftaya kadar yasal sınırımız var. 10 haftaya kadar abort ettirebilirsin. Sezaryandan sonra elə bil ki 7-ci ayda gebe kalmışsan da, belə deyək. Yəni keysəriyyə çapığın pis deyil. Davam etdirilə bilər, amma riskləri var. Hani o riskləri bilərəkdən eləmək olar. Nədir riskləri? Erkən doğum ola bilər, suyun erkən gələ bilər, gebelik sürəsincə sık-sık ağrı yaşaya bilərsən. Ən çox qorxduğumuz şey erkən doğum riskidir. Çünki tam çapığı iyiləşməsi üçün biz minimum 1 il məsləhət görürük də. O 1 il müddətində tam sağalma gedir. Tam sağalma bəzən getməyə bilir daxildəki tikişlərdə. O da xəstədə çapığın gərilməsinə, ağrıya səbəb olub, erkən doğum riskinə səbəb ola bilir. Amma hər şey çox gözəl də gedə bilər. Mənim neçə dənə xəstəm olub. Birinci keysəriyyəsini özüm eləmişəm. 6 ay sonra hamilə qalıbdır. Çox gözəl bir şəkildə də gebəliyini sona çatdırdığımız da olubdur. Amma 4 aydan, 5 aydan sonra gebe qalıb, amma